Mən Yalçın Füzuli bu rəvayətini İlqar və Vüqar Əhmədov qardaşlarına həsr edirəm. Şairə Raziyə xanımdan xatirə. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Dinləyin, eşidin məni cəmaət. Həyat çox adamın üzünə gülmür əlbət. Həriyə bir taley yazıb, qismət yazıb. Kiminə sevinç yazıb, kiminə dərd yazıb. Raziyə xanımın adından yazmışam, iki qardaşın həyatından yazmışam. İlqar Vüqar Əhmədov qardaşları, dövlətimin gözəl vətəndaşları. Taleyləri amma gözəl olmadı, ata-ana gözlərinə sevinç dolmadı. Bitirdilər o iki övladları, bu həyatda ləzzətlərin dadları. Onların həyatından diyəcəyəm hələ, indi keçim mən xeyli əvvələ. İki qardaşın deyim uşaqlığından, hələ az yaşda olan qocaqlığından. Sevirdilər vətənli torpağını, o müqəddəs üçrəyli bayrağını. Orta məktəbi oxuyub vurub başa, ali məktəbə qəbul olur birbaşa. İlqarda Vüqarda idmançı idi, bizim bu diyarda idmançı idi. Çox kasıb aləyə çıraq olurlar, yıxılana zəifə dayaq olurlar. Amma ki gətirmədi taleyləri, ata-ananın olardı hər şeyləri. İlqar yarımçı qoyun universiteti, gedir vətəninə eləyir xidməti. Özdə kəşfiyyatçı olubdu İlqar, bunu da söyləyəcəm sizlərə aşkar. Verilən tapşırığı yerinə yetirən an, İlqar düşürməyin ya həmin zaman. Cavan yaşda ucalır o şəhadətə, şəhid olur ruhu uçur cənnətə. Ana ürəyin dağlayır gecə gündüz, oğul deyir ağlayır gecə gündüz. Oğul dərdindən xəstə düşür ana, üzü gülmür hey qalır yana yana. Azərbaycanı təmsil edən Vüqar, bayrağını uca tutan bilən Vüqar. İsveçrədə qürbətdə olan zaman, vətən üçün həsrətdə olan zaman. Ona xəbər çatır xəstədir anan, hər zamanda sənin halıva yana. Eşdən kimi gəlir Azərbaycana, Bakı şəhərinə doğma olan ünvana. Gələn kimi köməyi olur anasının, həmişə döyünən ürək olur anasının. Heç nədən də xəbərsiz olur yazıq, nə bilsin ki əcəl çatıbdı artıq. Ananın xəstə olmağı qardaş dərdi, 25 yaşında ürəyini dərdi. Göz yaşı ilə ürəklə döndü dağa, ana yenə bala tapşırdı torpağa. Yan yana İlqarda həm də Vüqarda, o iki qardaş indi yatır məzarda. Məkanınız cənnət olsun sizlərin, ruhunuza rəhmət olsun sizlərin. Məkanınız cənnət olsun sizlərin, ruhunuza rəhmət olsun sizlərin.